Salam, hər vaxtınız xeyir olsun. 5 aprel 2026-cı il Dövlət İmtahan Mərkəzinin keçirdiyi 9 sinif buraxılış imtahanları Azərbaycan dili. Sualların izahı. 27-ci sualımız belədir ki, nümunənin təhlilinə əsasən sədrlərdəki uyğun fikirləri müəyyən edin. Uyğun fikir deyəndə doğrunun altından doğru seçirik, yanlışın altından isə yanlış fikirləri seçirik. Alnındakı qırışlar adisə qırış deyil. Öz xalqının keçdiyi istirab yollarıdır. Birincində yazır ki, hər iki misrada ismi birləşmə işlənmişdir. Qırışlar, necə qırışlar, alnındakı qırışlar, istirab yolları. Bəli, birinci fikir doğrudur. İkinci misradakı isimlərdən ikisi həm hal, həm mənsub eşyası qəbul etmişdir. Burada ikinci misra. Bax, birinci misra burada, ikinci misra isə buraya hesab olunur. Çünki şeirin hər misrası, hər xətti bir misra hesab olunur. İkinci misra burada öz xalqının keçdiyi izdiraf yolları. İkinci misradakı isimlərdən ikisi həm hal, həm mənsub eşyası qəbul edib. Öz xalqının bu həm hal, həm mənsubiyyət eşyası qəbul edib. İstirab yollarıdır. Mənsubiyyət eşyası qəbul edib, amma hal eşyası qəbul etməyib. Ona görə də 2 yanlışdır. 1 doğruydu, 2 yanlışdır. 2 olan variantlara bax, belə çıxırıq, asan olmaq üçün bizim üçün. 3-ə baxırıq. Birinci misradakı isimlər eyni haldadır. Alnındakı qırışlar qırış deyil. Bəli. Necə qırış deyil? Görürsən, hər ikisi adlıq haldadır. Demək, 3 dənədir, doğrudur. İndi yanlışın altından isə yanlış fikirləri götürəcəyik. İkinci misrada ismi xəbər söz birləşməsi ifadə olunub. İkinci misrada ismi xəbər söz birləşməsi ifadə olunub. İstirab yollarıdır. Bəli, istirab yollarıdır. Doğrudur. Bizə yanlış fikir lazım olduğuna görə 4-ü götürmürük. Birinci misrada həm baş, həm də ikinci dərəcə üzvü izah edən təyinlər işlənmişdir. Birinci misrada, bax belədir, qırış deyil. Nə qırışlar, necə qırışlar alnındakı, necə qırışlar, adicə qırışlar. Birinci misrada həm baş, həm də ikinci dərəcə üzvü izah edən təyinlər işlənir. Xeyr, burada ikinci dərəcə üz yoxdur, yanlış fikirdir. 5-də yanlış fikirdir. 6-ya baxırıq. Nümunədəki sifətlər azaltma dərəcəsindəki. Burada alnındakı, məsələn, sifət deyir, amma alt dərəcədə isə azaltma dərəcəsində deyil. Demək, 6-da səhvdir. Səhv olanlar hansı oldu? 1, 3, 5, 6. Demək, cavabımız nədir? C-bəndi. La-nın işlənmə məqamının düzgün uyğunluğunu müəyyən edin. Deyir ki, birinci qoşma olmalıdır, 2 bağlayıcı, 3 səhv düzəldən şəkilçi. A, B, C, D, E variantları verir. Hansı uyğunsa onun qarşısına yazacağıq. Səfi dayı qonaqlıqda Hüseynlə tanış olmuşdu. Kim ilə tanış olmuşdu? Hüseynlə. Yadımızdadır ki, kim ilə nə ilə sonra cavab verən söz daha çox qoşma hesab olunur. Demək, birə nədir? Gələcək A. B-yə baxırıq. Rizvanla Qədir Kürün sahilinə doğru qaçmağa başladılar. Cəmdə ki, Rizvan və Qədir, demək, və ilə əvəz oluna bilirsə, xəbər də cəmdədirsə, demək nədir? Bağlayıcıdır. Elə şərq ölkələri var ki, oraya günəşlə bərabər insən, yenə də dərinlikləri nüfuz edir. Nə ilə bərabər? Günəşlə. Yenə də nə cavab olacaq? Qoşma. C-dən götürəcəyik. Ertəsi gün həvəslə bizi həmin tədir. Necə çağırırlar? Həvəslə. Necə sonra cavab verirsə, ondan sonra mücərrəd mənalı ismi qoşulursa, biz onu daha çox zəfsərdən şəkilçi kimi götürürük. Bu olur. Bura B-dən gəldi. Həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə tamaşaya qoyuldu. Necə müvəffəqiyyətlə tamaşaya qoyulurdu? Necə tamaşaya? Müvəffəqiyyətlə, yenə də burada necədir? Səhv hesab olunacaq. Bu da olacaq. E gələcək. 1-ə A, C, 2-yə B, 3-ə D, 28-də yenə də cavab nə olmuşdur? C-bəndə hesab olunacaq. Hansı cümlədə səhv yazılmış sözdür? Universitet, düz, tələbələri uğur qazanırlar. Burada səhv yazılan bir söz yoxdur. Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır. Hər bir söz burada düz yazılıb. Vətənimizin sərvətləri boldur. Burada da 3 dənə söz var. 3-də doğru yazılıb. Kin kidurət qəbdə kölgə kimi dolaşır. Burada kin kidurət yox, kidurət yazılmalıdır. Ona görə yanlış fikirdir.
Kompüterin ehtiyatla istifadə et. Kompüter ehtiyat. Bu da doğru fikirdir. Cavabımız D bəndidir. Sual işarəsinin yerinə hansı şəkilçi yazılır? Düzəltmə söz alınır. 30-cu sualda baxırıq. Burada d, mışdı, sasəd, ürdü. Bunlar daha çox qrammatik şəkilçi olur. Baxın, gülçülər. Gülçülər. Bax, gül, yəni gülüdür, gülçü onu satandır. Güldülər, bax görürsən, burada zaman şərtçi. Gülmüşlər, zaman şərtçi. Gülsələr, şərt şəkildir. Gülür, indiki zamanda. Demək, cavabımız nədir? Aybənddir. Biri yalnız baş üzlərdə ibarətdir. Nəriman şəhərdə yaşayır. Ne deyir? Yaşayırdı. Kim? Nəriman. Harada? Şəhərdə. Burada yoxdur. İkinci dərəcəsi var. Kinodan sonra evə qayıtdıq. Ne etdik? Qayıtdıq. Haraya qayıtdıq? Evə qayıtdıq. İkinci dərəcəsi var. Ehtiyac yoxdur. Əqrəb qorxulu həşəratdır. Həşəratdır. Nə? Əqrəb. Necə? Qorxulu. Təyin var. İkinci dərəcəsi var. Bu da deyir yalnız baş üzlərdir. Baş üzlərdə yalnız mübtəda və xəbər nəzərdə tutulur. Bu il məhsulumuz bol oldu. Bol oldu nə? Məhsulumuz. Nə vaxt, nə zaman bu il? Zərflik var ikinci dərəcəli üzrə. Sizin qonşunuz həkimdir. Həkimdir. Kim? Sizin qonşunuz. Mübtəda xəbər. Demək cavabımız nədir? E bəndir. Fərid sinifdə hamıdan kiçikdir cümləsində. Xəbər hansının hissəsi? Kiçikdir. Kim? Fərid. Xəbər budur. Demək ki, nə ilə ifadə olunub? Sifətlə ifadə olunub. Çox rahat suallardan biridir. Hansı nömrədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Sabir, Orxan, Turac və Anarla danışılsın. Burada Sabir, Orxan, Turac və Anarla danışılsın. Kim danışılsın? Kimlə, Sabirlə, kimlə, Orxanla, kimlə, Turac. Bu həmcins üzrə hesab oluna bilər. Həm də Sabir, Orxan, Turac və Anarla danışılsın. İki dənə həm xitab düşünülə bilər, həm də ki, həmcins üzrə kimi düşünülə bilər. Demək ki, bu ola bilməz. Akif, Vəli və Toğrul danışsınlar. Danışsın kim? Akif, Vəli və Toğrul. Həmcinsiz kimi bir də desən ki, Akif, Vəli və Toğrul danışsınlar. Həm xitab kimi, həm həmcinsiz kimi düşünmək olur. Sahib Elşəni Tuqaya tədbirə dəvət edilər. Sahibi Elşəni Tuqaya tədbirə dəvət etdilər. Desən, sahib Elşəni Tuqaya tədbirə dəvət etdilər. Burada da olmur. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Desən, Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Demək, hər cürə düşünmək olur. Desən, Lalə, Əhməd də uğurda hesabat alsın. Əgər bu həmcins üzv olacaqsa, burada dağda olmalıdır. Lalə də, Əhməd də uğurda hesabat hazırlasın. Dağda olmadığını desən, Lalə, Əhməd də uğurda hesabat alsın. Yalnız bu kimi düşünürsən. Hansı söz feilin əmr şəklindədir? Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Xəbərli şəkilçi vasitəsilə düzəlir. Danışar xəbər şəklindədir. İşləyəcək xəbər şəklindədir. Öyrənər, öyrənmək, kaş öyrənər. Arzu şəklindədir. Gələsidir, lazım şəklindədir. Oxuyun. Elə adamlarla oturulur ki, hamı onlardan razılıq etsin. 35-ci suala baxırıq. Cümləsinin təhlilə bağlı səhv fikri müəyyən edin. Bağlı səhv fikri müəyyən edin. İşarə əvəzliyi təyin ifadə vasitəsidir. İşarə əvəzliyi burada elədir. Necə adamlarla, elə adamlarla demək, bu doğru variantdır. Bizdən səhv istəyir. Xəbərlər mürəkkəb feillə ifadə olunmuşdur. Oturdur, bir də ki, razılıq etsin. Həqiqətən də mürəkkəb feillərdir. Hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Oturdur, kim ilə, adamlarla razılıq etsin. Kim, hamı, kimdən, onlardan. Bu da tamamlıqdır. Həqiqətən hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Doğru variantdır. Tərkibindəki cümlələr ümumi şəxslidir. Baxın, burada mübtəda və xəbəri görən adam bilməlidir ki, mübtəda və xəbər olan cümlələr müəyyən şəxsi cümlələr hesab olunur. Cavabımız D bəndidir. Əvəzliklə ifadə olunmuş mübtəda işlənmişdir. Bəli, hamı əvəzli ifadə olunmuş mübtədadır. Hansı cümlədə? O yalnız şəxs əvəzliyi kimi düşünülə bilər. Yəni, o bilir ki, həm şəxs əvəzliyi ola bilər, həm işarə əvəzliyi ola bilər. Burada deyir ki, yalnız şəxs əvəzliyi kimi işlənsin. O içəri girib baş əyir. Baş əyir kim? O araya girib içəriyə girərək. Cavab belə A bəndi olacaq. Baxın, amma B bəndi olmur. O meşəyə gedən yoldur. O meşəyə gedən yoldur. Hansı meşəyə gedən? O meşəyə gedən yoldur. Şəxs işarə əvəzliyi kimi. O məktəbin həyətində addım-addım dolaşdı. O məktəbin həyətində addım-addım dolaşdı. Bir də desən, o məktəbin həyətində. İki cür düşünürsən hətta burada. O maşına doğru getdi. O maşına doğru getdi. Bir də desən, o maşına doğru getdi. İki cür düşünə bilərsən. O evin yiyəsi Nazım Səfərlidir. O evin yiyəsi, hansı evin yiyəsi? O evin yiyəsi. Deməsi, deyə bilməsə, o evin yiyəsi Nazım Səfərlidir. O evin yiyəsi. Bu tənki işarə əvəzli kimi işləmiş. Cavabımız A bəndi hesab olunacaq. 37-ci və 46-cı sayılı tapşırıqları aşağıdakı mətnə əsasən cavablandırın. İlk öncə uşaqlar mətnlə tanış olmaq lazımdır.
Məncə yəni mətni bir dəfə uşaq oxusun, ikinci dəfə daha yaxşı anlamaq üçün iki dəfə oxumağı daha məsləhətlidir. Burada indi biz mətnlə tanış olaq. Atam müharibəyə getdi. Anamla ikimiz qaldıq. O zaman mən 3-cü sinifdə oxuyurdum. Qonşuluğumuza anası ilə birlikdə Əziz adlı bir oğlan köçmüşdü. Onun da atası müharibədir. Demək hər ikisinin atası müharibədəydi. Eyni sinifdə oxuyur. Məktəbdə Əzizlə bir gedirdik. O başına bağladığı yun örtüyün uclarını çənəsinin altına düyünləyirdi. Onun üstündən əzilmiş köhnə papağını qoyardı. Soyuğun şiddətindən sifəti göyərərdi. Mən qarı yarardım, o isə ayaqlarını mənim isimə qoyardı. Heç olmasa mənim əynimdə qalın pencək vardı. Çəkmələrim su buraxsa da Əzizinki kimi köhnə deyildi. Qış girəndə atamın pencəyini anam mənim üçün düzəltmişdi. Elə sevinirdi ki, pencəyimin ütüsüz olduğunu, yöndəmsiz tikildiyini gözlərim görmürdü. Axşama yaxın idi. Əzizlə anası içəri girdilər. Anamın bir gözü Əzizin cırıq pencəyində idi. Birdən nə fikirləşdisə, ayağa qalxıb mənə düzəltdiyi pencəyi Güllü xalaya uzatdı və dedi: "Ver, Əziz giyinsin. Həmzəninki hələ karına gəlir." Dünya gözlərimdə qaraldı. Qulaqlarım elə qapandı ki, Güllü xalanın dil ağız elədiyini eşitmədim. Pencəyimi apardılar. Otaqda dayana bilmirdim. Anamın gözlərindən yayınıb bayıra çıxdım. Ayaqyalın, başı açıq Əzizgilə qaçdım. Pencək onun əynində idi. Sevinclər rəngi dəyişmiş, gözlərindəki kədər yox olub getmişdi. "Çıxart pencəyimi" deyə qışqırdım. Əziz udğundu. İmdad diləyən gözlərlə anasına baxdı. Güllü xalada tutulmuşdu. "Çıxart bala" deyə Güllü xala nəhayət dilləndi. Müharibənin üzü qara olsun. Bircə bitib qutarsaydı. Əzizin uzun kirpikləri bir-birinə dəydi. Əvvəlcə içini çəkdi, sonra bərkdən hönkürdü. Evə qayıtdım. Pencək qollarımın üstündə idi. Anam heykəl kimi qabağımda dayanmışdı. Dediyi ağır sözlər sifətimə şillə kimi dəydi. Pencək əlimdən düşdü. Anam peşman olmuş kimi məni buranı yerin dolduracaq. Ağladım. O vaxtdan çox əhvalatlar olub. Əksəriyyətini unutmuşam. Lakin həmin hadisəni, köhnə pencək üçün axıdılan göz yaşlarını unuda bilməmişəm. 37-ci suala baxırıq. Mətndə nöqtələrin yerinə hansı ifadə yazılsa məzmuna xələl gəlməz. Deyir ki, pencək əlimdən düşdü, anam peşman olmuş kimi məni bağrına bastı və ağladı. Başdan elədi, olmaz. Təngə gəldi, gətirdi, olmaz. Ürəyindən keçirdi, olmaz. Gözündən qoydu, olmur. Xələl gəlmir, bağrına basıb ağladı. Hansı fikirlər mətnə aid plan bəndi hesab edilə bilməz. Gözlənilməz hədiyyə ola bilər. Çünki orada pencəyə verəndə gözlənilməz hədiyyə idi. Güllü xalanın yalvarışı. Güllü xalanın yalvarışı mətndə yoxdur uşaqlar. Qısa müddətli sevinc. Pencəyə verəndə onlar qısa müddətli sevinc yaşamışdılar. Unudulmayan hadisə. Burada görürsən deyir ki, pencək üçün axıdılan göz yaşları onu da bilməmişəm. Unudulmayan hadisələrimiz var. Səxavətli olmağın mükafatı. Burada səxavətli olmağın mükafatı deyə bir şey yox. Cavabımız 2 və 5-ci. Mətndə üzərində rəqəm yazılmış hansı söz verilmiş cümlədəki kontekst mənasında işlənmişdir. Yəni 4-cü sözə baxırıq. 4-cü sözün qarşısında nə yazılıbsa yatıb ora baxacağıq. Üzərində yazılmış 4 hardadır? Uzatdı. Hə, çıxart pencəyimi deyə qışqırdım. İndi baxaq. Kontekstə uyğun. Külək yeni əkilmiş ağacları kökündən çıxartdı. Orada pencəyimi çıxart, yəni soyunmaq mənasındadır. Burada kökündən çıxartma, yerdən çıxartma mənasında demək uyğun gəlmədi. B bəndinə baxırıq 3-ə. 3 buradaydı. Hə. Güllü xalaya uzatdı və dedi. Fikirləşdi. Ayağa qalxıb mənə düzəltdiyi pencək Güllü xalaya uzatdı. Yəni uzatmaq vermək mənasındadır. Burada bəy xahişləri nəzərə qəbul saatlarını uzatdılar. Burada qəbul saatlarını uzatmaq o Güllü xalaya uzatmaq mənasında deyil. Yanlışdır. 5-ə baxırıq. Beşinci söz pencəyimi çıxartdıdan sonra 5 gələcək yəqin ki. Ləndi. Hə. Güllü xalada tutulmuşdu. Burada tutulmaq mənası yəni durub dayanmaq mənasında da.
Kamal hər kəsin önündə danılan üçün bərk tutuldu. Hə, bax, bu ikisi də məcazi mənadadır. Cavab C bəndi olacaq. D bəndi də olmur, E bəndi də olmur. Mətndə əvvəlində hansı rəqəmlər qoyulmuş cümlələr çıxarsa, məzmun ardıcılığı pozulmaz. Birə baxaq. İndi bir nöqtə qoyulmuş. Deyir, mətndə əvvəlində hansı rəqəm qoyulmuş? Rəqəmlərə baxırıq. Birinci baxırıq, baxın, heç olmasa mənim əynimdə qalın pencək var idi. Çəkmələrimsə su buraxsa əzizinki kimi köhnə deyildi. Baxaq. Deyir ki, mən qarı yarardım, o isə ayaqlarını mənim izimə qoyardı. Çəkmələrimsə su buraxsa da əvəzində əzizinki kimi köhnə deyildi. Baxın, biri buraxsaq da o məzmuna xələl gəlmir. Fikir veririk. İkiyə baxaq. Axşama yaxın idi, Əzizlə anası içəri girdilər. Anamın bir gözü Əzizin cırıq pencəyində. Axşama yaxın idi, anamın bir gözü Əzizin cırıq pencəyində. Görürsünüz, uyğun gəlmir ikini buraxanda. Demək, axşama yaxın idi, Əzizin anası içəri girdi. Onlar sonra onun pencəyinə baxa bilər. Demək ki, uyğunsuzluq yaradar. Üçə bax. Deyir, Güllü xalaya uzatdı və dedi, ver, Əziz giyinsin, Həmzəninki belə karına gələr. Bax, üçü taşı çıxardaq. Deyir, Güllü xalaya uzatdı və dedi, dünya gözlərimdə qaraldı. Fikir verirsiniz, necə mənası bir cümlə alınır? Demək, üç də olmaz. Məzmuna xələl gələr. Pencəmi apardılar, otaqda dayana bilmirdim. Anamın gözlərindən yayınıb bayıra çıxdım. Ayaq yalın, başı açıq, Əzizlə qaçdım. Yazı saxlayın uşaqlar. O cümləni çıxardacağız. Tutaq ki, bu cümləni çıxartmalı deyil. Həm yuxarı hissəsini oxumaq lazımdır, həm buranı oxumaq lazımdır, həm də aşağı hissəsini oxumaq lazımdır. Yəni o əvvəli ilə aşağı ilə yuxarı oxumaq mütləqdir. Pencəmi apardılar, otaqda dayana bilmirdim. Ayaq yalın, başı Əzizlə qaçdım. Görürsən, 4-cü cümlədə çıxanda heç bir məzmun pozğunluğu yaranmır. 1 ilə 4-dür cavab. 5-ə baxaq. Məsələn, 5 var, görək, hə. Deyirsən, 5. O vaxtdan çox əvvəl olub, əksəriyyətini unutmuşam. Lakin həmin hadisəni köhnə pencək üçün axtılan göz yaşlarını unuda bilməmişəm. Görürsən, bunun davamı da unutmaq, bu da unuda bilməmişəm. Bu çıxsa, demək, məzmun pozğunluğu yara bilər. Demək, cavabımız burada. Mətndə çərçivə daxilində verilmiş ifadənin şərhlə bağlı doğru fikirləri müəyyən edin. Uşaqlar, doğru səhvə çox diqqət edin. Çərçivə. Ver, Əziz giyinsin, Həmzəninki belə hələ karına gələr. Karına gəlmək məcazi mənadadır, yəni işə yaramaq mənasındadır. Cavabımız E bəndidir. Mətnə əsasən Əziz və Həmzə üçün ortaq cəhətlər müəyyən edin. Anası tərəfindən məzəmmətlənmək. Bu Əziz üçün oldu, Həmzə üçün oldu, Əziz üçün olmadı uşaqlar. Yaxınının müharibədə olması. Bəli, ikə baxın, bu da deyir ki, Əziz adlı bir oğlan, onun da atası müharibə. Bunun da atası müharibəyə gedib, onun da atası. Demək, həqiqətən ola bilər. Etdiyi hərəkətdən peşman olmaq, Həmzə olmuşdu. Həm yaşıd olmaq, bəli deyir, biz eyni sinifdə oxuyardıq. Eyni sinifdə oxuyurduq, həm yaşıd olmaq. Demək, cavabımız nədir? 2 və 4. Başqasının göz yaşlarına səbəb olmaq. Həmzə də başqasının göz yaşlarına səbəb olmaz. Obrazları səhv deyərəm birdən. Hayır, Həmzə idi. Əziz ilə deyil, qaçdım, Həmzə idi onu deyəm. Mətnə əsasən cədvəldəki uyğun fikirləri mənim. Uyğun deyəndə doğrunun altından doğru götürülür, yanlışın altından yanlış götürülür. Əziz və Həmzə müharibənin gətirdiyi məhrumiyyətlərlə üzləşirlər. Bəli, doğrudur həqiqətən. Həmzə anasının etirazına baxmaraq pencəyi Əzizdən geri almaq üçün onların evlərinə gedir. Anası heç bilmirdi, yazıq xəbəri vardı ki. Yanlışdır, yanlışın altına yanlış. Həmzə onun üçün alınmış pencəyi Əzizə var. Alınmış pencəyi yox, anası onun atasının pencəyini düzəlmiş. O yanlışdır. Əzizgilin güzəranlarının Həmzəgilə müqayisədə daha ağır olduğunu təxmin etmək olur. Həqiqətən etmək olur. Bax, burada deyir ki, ən azından mənim ayaqqabım vardı. Mən qarı yarardım, o isə ayaqlarını mənim izimə qoyardı. Heç olmasa mənim əynimdə qalın pencək vardı. Çəkmələrim su buraxsa da Əzizin kimi köhnə deyildi. Həqiqətən görürük ki, onu təxmin eləmək olar. 1-3 cavab deyildi. Mətnin tərkib hissələ bağlı yanlış. Mətnin bilindiyi kimi 3 tərkib hissəsi var. Giriş hissə, əsas hissə və nəticə hissə. Deyir, indi tərkib. Mətnin hər 3 tərkib hissəsində fikirlərin ardıcılığı gözlənilmişdir. Bu doğru fikirdir. Yəni, orada hər hansı bir fikir ardıcılığı səhv olduğunu görmürük. Nəticə hissəsinə əsasən bəzi hadisələr insanın zehnindəki həkk olunduğu qənaətinə gəlmək olur. Həqiqətən görsən, o vaxtdan deyil, çox olub, əksəriyyətini unutmuşam. Lakin həmin hadisənin köhnə pencək üçün ağladı gözlədim, onu da bilməmişəm. Həqiqətən doğrudur. Həmzənin anasının baş verən hadisəyə münasibəti əsas hissə özləşdiyini tapmışdır. Həmzənin anasının baş verən hadisəyə münasibəti əsas, bəli, doğrudur. Giriş isə əsasən uşaqların ataları haqqında ilkin məlumat əldə etmək olar həqiqətən. Bax, giriş isə buradır, bax, burası girişdir.
Hər ikisinin atasının müharibədə olduğunu görürük. Bu da doğru cavabdır. Qaldı geridə efendi. Hadisənin müharibə dövründə baş verməsinin yalnız giriş hissəsinə əsasında etmək olar. Bax, bunlar yanlışdır. Əsas hissədə olur. Bax, orada anası deyir, ha, Allah müharibənin üzünü qara etsin. Bax, müharibənin üzü qara olsun. Görür ki, burada da əsas hissədə o mövzuya toxunulub. 45 və 46 tapşırıqları cavab fərqlərindən cavabı. Mətn əslində cədvəli tamamlayın. Bax, burada cavabları bilmirik, çünki açıq mətndədir, onun cavab kartındadır. Müharibənin yükü böyüklərin çiynində, ağrısı uşaqların çiynində deyilir, məsələlərin fikrində yazılır. Burada yazırsınız, əsaslandırma uşaqlar. Mən bilsəm ki, tutaq ki, müharibənin yükü böyüklərin çiynində, ağrısı uşaqların qəlbindədir. Uşaqların keçirdiyi, baxın, məhrumiyyətlər, ağır həyat şəraiti, ayaqqabılarının pencərlərinin olmaması, vəziyyətlərinin çətin olması haqqında bir fikir yazırsan, bu cümlə ilə bəs edir. 47-ci və 56-cı sual tapşırın. Aşağıdakı mətnəsini cavablandırın. Arxitektura. Arxitektura binaların digər tikinti obyektlərinin layihələndirmə sənətidir. Arxitekturaların əsas vəzifəsi binaların möhkəm, öz təyinatına uyğun yaratmaqdır. Qədim tikililər sadə idi. Samandan və gildən düzəldilərək yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdu. Təqribən 5000 il əvvəl Mesopotamiyada qurudulmuş gil kərpiclərdən ancaq bir otaqdan ibarət ev tikirdilər. İnşaatçıların ustalığı təkmilləşdikcə, yeni texnologiyalar meydana çıxdıqca İnsanlar daha mürəkkəb binalar tikməyə başladılar. Bizim eramızdan əvvəl 2600-ci illərdə qədim Misirlilər fironlar üçün daş bloklardan istifadə edərək məqbərələr, nəhəng piramidalar tikirdilər. Avropa arxitekturası bizim eramızdan əvvəl 7-ci əsrdə qədim Yunanıstanda yaranmışdır. Yunan arxitekturaların 450 il ərzində yaratdıqları klassik əsas əlaməti mərmərdən və daşdan düzəldilmiş zərif sütunlardır. Qədim Yunan arxitekturasının bəzi nümunələri bizim günlərə qədər gəlib çatmışdır. Romalılar Yunan arxitekturasını təkrar etməklə yanaşı öz tikinti texnikalarını, yarımdairəvi tağları, günbəz şəkilli damları yaratdılar. Tağlar çox böyük çəkiyə davam gətirir, arxitekturaları böyük möhkəm binalar qurmağa imkan verirdi. İndi nöqtələrin yerini doldurmalıdır. Bizim eramızdan əvvəl 1000 və 300-cü illərdə artıq Romalılar ictimai hamamlar, saraylar, körpülər, nəhəng idman meydanları olmaqla çoxlu tikililər yaratdılar. Orta əsrlərdə Avropa arxitekturalar binaların daşdan tikilməsinin yeni üsullarını icad etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikirdilər. 12-ci əsrin ortalarından başlayaraq 15-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasında gotik stil üstünü təşkil etdi. Bir çox gözəl binalar bu stildə tikilmişdir. Gotik binalar üçün dar, iti uclu tağlar, hündür tavanlar və pəncərələrdə virtajlar xarakteridir. İtaliyada 14-cü əsrin sonundan başlayan intibat dövrü arxitekturasında yeni istiqamətlər meydana çıxdı. Arxitekturalar artıq təkcə kilsə tikməklə kifayətlənmir, yaşayış yeri, ictimai binalar, layihələrin də hazırlanmasına xüsusi diqqət yetirirdilər. 16-cı əsrdə bəzi arxitekturalar işləri sayəsində tanındılar. Həmin vaxtdan etibarən yaxşı arxitekturalar heç vaxt işsiz qalmırdılar. 47-ci sualda belə bir deyil, əvvəlində hansı Roma rəqəmi yazılmış cümlə özündən əvvəlki abzasının davamı olmalıdır. Hər bir abzası tutaq ki, 4-ə A-da 4 verib, baxırıq 4-cünün əvvəlinə. Deyir, bir çox gözəl binalar bu stildə tikilmişdir. 4-cü, Bir çox binalar, demək ki, bax, orta əsrlərdə Avropa arxitekturası binalarının daşdan tikilməsi yeni üsullar icad etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikirdilər. 12-ci əsrin ortalarından 15-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasında gotik stil üstünlüyü təşkil edir. Bir çox gözəl binalar bu stildə tikilmiş. Görürsünüz, davam edir. 3-cüdən sonra gələn 4-cü bu stildə deyir. Gotik binalar üçün dar, iti uclu ağlar, hündür tavanlar və pəncərələr. Vitrajlar xarakteridir. Cavabımız nədir? A bəndidir. Mətndə əvvəlində işarə qoyulmuş sözlərin məcazi və həqiqi mənada olduğunu və həmin sözlərin mətndəkindən fərqli mənada işləndiyi cümlələri müəyyən edin. Bax, işarə qoyulub. Birin qabağına nə işarə qoyulub? Gedib baxırıq, gəlirik.
Deyir, məcazi və həqiqi mənada olduğunu əsaslandırır və fərqli mənada. Həqiqi desən məcazi, məcazisi həqiqi olsun. 48 baxırıq, indi baxın. Qədim tikililər sadədir, samandan və gildən düzəldilərək ki, yağışdan küləkdən. Burada həqiqi mənadadır. Həqiqi mənada doğrudur. Görə bunlar bu tərəfə məcazi olmalıdır. Onlar özlərinə sığınacaq düzəldilər. Bu da həqiqi mənadadır. Məcazi olmalıdır, ona görə cavab götürmürük. 2-yə baxır, 3 bucaq işarəsi hardadır? Hə, mürəkkəb binalar tikilməyə başladı. Binalar burada həqiqi mənadadır. Onlar arasında dostluq binası əsası çox. Bax, görsən, dostluq binası məcazi mənadadır. Demək, 2-ni nə edirik? Götürürük. 3 kvadrat işarəsidir. Haradadır kvadrat işarəsi? Tağlar çox böyük çəkiyə davam. Çox böyük çəkiyə gətirmək məcazi mənadadır. Mikail Müşfiqin Azərbaycan payı öz yeri öz çəkisi var. Bax, bu da məcazi. Bu da məcazi olduğuna görə nə olacaq? Bunu götürmürük. 4-cü saraylar, körpülər, nəhəng idman meydanı olmaqla çoxlu tikililər yaratdılar. Bu da körpü həqiqi mənadadır. Həqiqi mənadadır. Görürsünüz, bu tərəfə məcazi olmalıdır. İndiki və gələcək nəsil arasında mənəvi körpü. Bu da məcazi mənadadır. Demək, həqiqətən 4-ü götürürük. 2 və 4 cavabımız eyvallah. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Nöqtələr nə idi? Çəkiyə davam gətirir, arxitekturalara böyük möhkəm binalar qurmağa imkan verirdi. Cavabımız bilibəndir. Mətndə üzərində rəqəm yazılmış ifadə əsasında müəyyən edin. Bu sözlə əvəz edilə bilər, bu söz əvəz edilə bilməz. Bax, birin qarşısında qoyulub quruluşuna. Demək, gətirib bir üstünə öz təyinatına uyğun yaratmaqdır. Bax, öz təyinatına yoxdur, quruluşuna yox. Bax, görürsən, uyğun gəlmir. 2-yə baxırıq. 2 hardadır? 2. Mətndə üzərində rəqəm qoyulmuş söz. 2 hardaydı? Öz təyinatına. Düzəldilmiş zərif sütunlardır. Zərif sütun cansız demək deyil. Görürsən, bu da yanlışdır. Bax, 1-2-nin çıxanda görə cavab gəlir. 1, 2, 1, 2. Cavabımız 3, 5, 6. Fikir verin. Heç bilməsən də tapmaq olar. Biri tapsan, qalanından tapırsan. Baxaq, 3-ə baxaq. 3-ün qarşısına görə nə yazır? Üslub. İndi burada üslub olmalıdır. Üslub. Hə. Gotik stil üstünlüyü. Stil üslub deməkdir, uşaqlar. Görürsən, uyğundur. 3-ü götürürük. 4-ə baxırıq. Bu sözlə əvəz edilə bilməz. 4 səciyyəvidir. Görək əvəz edilə bilir, yoxsa əvəz edilə bilmir. Virtajda xarakteridir, səciyyəvidir. Görsən, əvəz edilə bilir. Bizə əvəz edilə bilmək lazımdır. Çünki deyir ki, əvəz edilə bilməz. 5. Yeni istiqamətlər, yeni dəyərlər olmaz. 6-ya baxırıq. Ucbatından, 6-da nə idi? İşləri sayəsində olmaz. Sayəsi ucbatından olmaz. Demək, 3, 5, 6 cavabımız zapandır. Mətndə genişləndirə bilən cümlələr əsasında uyğunluğu müəyyən edin. Giriş əsas və nəticə hissəsinə. İnsanların istirahət və fəaliyyət üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğular memarlığın əsasını təşkil edir. Və giriş hissədə yazılır, uyğun yaratmaqdır. 1-ə A. A-nın üstündən təsdiq getdi. Fransada əsası qoyulan möhtəşəm və vahiməli görünüşə fərqlənən bu stildə Almaniya, Çexiya, Avstriya, İngiltərə, bu cavab 5 hissədə danışılır, 2 hissə B bənd. Əsas hissədədir. B-li getdi. Təkrarsız estetik zövqə malik olan belə məşhur arxitektura sifarişlərin tələbinə həmişə əsas götürərək bu gündə işlərin yüksək səviyyədə yerinə yetirirlər. Fikir verir nəticə hissəsində. Deyir 16-cı əsrdə bəzi arxitektorlar işləri sayəsində tanınırlar və həmin vaxt etibarən yaxşı arxitektorlar heç vaxt işsiz qalmırlar. Bu da cavabımız nədir? Bu da gedəcək C bəndinə. C-də getdik, qaldı D-nə nə? Həmçinin inşaat incəsənətdir, gözəllik qanun əsasında formalaşan yaradıcılıq növüdür. Bu da getməlidir əsas hissəyə, giriş hissəyə uşaqlar. E bəndi 16-cı əsrin sonlarına qədər davam edən bu dövrdə mürəkkəb və asimetrik cizgilər dəyişdirildi və nizamlı üstündə qövs şəkilli tağlar yaradıldı. Qövs şəkilli tağlardan harda danışırdı? Yarım dairəvi tağlar günbəz şəkildə fikir verir əsas hissədə. Demək, hara gedəcək? Bu da əsas hissəyə gedəcək. Cavabımız olacaq.
1-ə A, D, 2-yə B, 3-ə C cavabımız B. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu haqda məlumat var. Mətndə bu haqda məlumat yoxdur. Hər dövrün memarlıq üslubu özünə məxsusluq və rəngəli seçilidir. Məlumat var. Kilsə tikintisi Avropada müasir dövrümüzdə də davam edir. Bu haqda mətndə məlumat yoxdur, bilmirik. 3 əsrə yaxın bir müddətdə gotik tərzi Avropada aparıcı rol oynar. Bəli, bunu bilirik. Gəlin baxaq. Hardan bilirik? Burada. Haradaydı o? 12-ci əsrin ortalarından 15-ci əsrin əvvəllərinə qədər. O da 3 əsr davam edir. 1-3. Ya 1-3-5 deyə 1-3-4-dür. Gəlin baxaq. Mətndə baxda məlumat yoxdur. Ənənəvi binalardan fərqli olaraq müasir tikililərdə daha çox şüşə materiallardan biz danışmamışıq. Cavab 4. 1-3-4-dür. Avropa arxitekturasının əsasının qoyulması eramızdan əvvəl. Bəli, eramızdan əvvəl 7-ci əsr olmalı deyəsən. Bəli, Avropa arxitekturası bizim eramızdan əvvəl 7-ci əsrdə qədim Yunanlıda yaranmışdır. Demək cavabımız 5-də doğrudur. Bizə yanlış lazımdır. Mətndə tünd qara hərflə verilmiş söz hansı cümlədə kontekst mənasında işlənmişdir? Qara hərflə verilmiş söz. Binalar qurmağa. Nə idi? Mətndə tünd qara. Binalar qurmağa imkan verir. Düzəltməyə də yəni. Vermişlər hansı cümlədə kontekst mənasında. Süddən aparmaq üçün qarşı tərəfdə dialoq qurmaq. Dialoq qurmaq hara. Bina qurmaq hara. Döyüşçülər düşmən hücumunun qarşısını almaq üçün səd qururdular, bu ola bilər. Əsgərlər gələcək düşünür, xəyalında plan qururlar. Koroğlular dəlilər sənət qayıtı və yeni məclis qurdu. Bu məcazi mənada. Saatı qurduqdan sonra başına bu saatı qurmaq başqa mənadadır. Cavabımız B bəndi. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğru və yanlış. Doğrunun altından doğru, yanlışın altından yanlış. Yunan arxitekturasına aid heç bir nümunə müasir dövrümüzdə mövcudluğunu qoruyub saxlaya bilməmişdir. Bu yanlışdır, saxlayıb. Kilsə, qala və qəsrlər Orta əsr Avropa memarlığının tərkibçiləridir. Bəli, həqiqətən bu iki doğrudur. Yanlışın altına. Romalılar Yunan memarlıq stilini istifadə etməkdə öz tikinti texnikasını yaratdı. Xeyr, bu da yanlışdır. Burada deyir ki, Romalılar Yunan arxitekturanın stilini təkrar etməklə yanaşı öz tikintiləri də vardı, həm də ki, onları təkrar edirdilər. Bu da yanlışdır. 2-3 gəlirsə davamımız nə olacaq? 5 olacaq yəqin ki. Qədim tikililər insanları təbiət hadisəni qorumağa xidmət edir. Bəli, həqiqətən burada var idi. Bax belə ki, deyir ki, qədim tikilər sadə və samandan və gildən düzələrək yağışdan, küləkdən qorumaq. Həqiqətən də var. Bax, bu 4-ü bilən uşaq qalanlarını tapır çox vaxt. Görsən, 4 var. 4-ləri çıxanda nə olur görək? Yerdə qalır. 2, 3, 5. Gotik tərzi yanlışdır. Arxitekturada istifadə olunan vasitələr sadədən mürəkkəbə doğru təkmilləşdirilmiş. Mətndə 2 faktlar. Çoxdur, nə qədər? Baxın, arxitektura istifadə olunan vasitələr sadədən mürəkkəbə doğru. Bax, deyir ki, əvvəl sadə idi, düzdür. Baxın, gəlin mətndə baxaq. Birinci faktımız budur. Demək, qədim sadə idi. Təqribən 5000 əvvəl baxın, inşaatçılar ustalığa təkmilləşdi. Yeni texnologiya meydana çıxdı. İnsanlar daha mürəkkəb binalar tikməyə başladı. Biri budur. Avropa qədim Yunanlıda yaranmışdır. Bayaqları bax bizim günə gəlib çatıb. Bax, görsən. Bunu da yaza bilərik. Məsələn, Orta əsrlərdə Avropa binaların daşdan tikilməsi yeni üsulla icra etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikirdilər. Daha mürəkkəb, yəni. Sonra mətn cədvəli tamamlayın. 56-cı sualda bilmirik. Çox sağ olun uşaqlar, təşəkkür edirəm. Dinlədiyiniz üçün minnətdarım.